Bu əməliyyatın adını Nissen, alimin adıyla Nissen fundifikasiyası deyirlər. Bu fundus, mədənin fundusunu götürüb pirikasiya edəcək. Qida borusunun arxasından keçirib ön tərəfində tikəcək yeni bir sfinkter əməliyyatı. Bax, biz əməliyyatımızı artıq yekunlaşdırdıq. 4-5 kiçik dəlikdən laparoskopik olaraq bitdi. İndi içərinin anatomiyasını göstərmək istiyoruz. Mədənin fundusunu biz bu tərəfdən gətirib, özofagusun arxasından keçirib, bax, bu şəkildə tikdik. Yeni sfinkter əmələ gətirdik. Bu bizim yeni sfinkterimizdir. Bu hissədə görürsünüz, burada tikiş xətti var. Bura isə yırtıq hissəsi idi, yırtıq dəliyi idi, yatal hernisi. Buranı da tamamilə bax, dar olmayacaq şəkildə tikdik. Həmin bu fundifikasiya elədiyimiz yeri filikasiya tikmək deməkdir. Fundoda mədənin fundusundan götürüb. Yəni fundusu bu şəkildə gətirib tikirik. İlk bunu da təsvir edən alimin adı ilə Nissen adlanılır. Nissen fundifikasiyası adlanılır əməliyyat. Tamamilə laparoskopik icra olunur. 3 həftə xəstə sadəcə mayelərlə qidalanır. Daha sonra isə xəstənin illərdir keçməyən reflüksu, pantoprazol alma ehtiyacı, məcburiyyəti tamamilə aradan qalxmış olur. Qaçıbın.